Müasir və sürətlə dəyişən dünyada övladlarının uğuru üçün çalışan valideynlərə 4 kitab tövsiyəm. Hər birimiz yaxşı bilirik ki, uğurlu insanlar yetişdirmək üçün məhz doğru addımlar atmalıyıq. Ancaq gəlin qəbul edək ki, cəmiyyətimizdə doğru bilinən bir neçə səhvlər var və onlardan ən önəmlisi də övladlarımızın sadəcə 11 illik təhsil həyatından sonra qəbul imtahanlarındakı nəticələrinə görə onların uğurlu və ya uğursuz olduğunu düşünməyimizdir. Bəs yaxşı, bu düşüncələrimizi necə dəyişəcəyik və müasir dünyaya uğurlu övladlar necə yetişdirəcəyik? Bunun üçün isə sizlərə tövsiyə edəcəyim bu 4 kitabla müasir təhsil yanaşmaları ilə uğurlu övladlar yetişdirə biləcəksiniz. İlk kitab tövsiyəm Lucy Crehanın Dahilər Ölkəsi adlı kitabıdır. Bu kitabda sizlər təhsili ilə ön plana çıxmış ölkələrin təhsil sistemləri ilə yanaşı təhsil fəlsəfələrini öyrənəcək və eyni zamanda valideynlər üzərinə düşəcək önəmli öhdəlikləri izah edir. Bu kitabda təhsil fəlsəfələri ilə yanaşı Yaponiyadakı təhsil anaları haqqında danışacaq, Konfutsius fəlsəfəsindən Çin təhsil sisteminin necə formalaşdığını, eyni zamanda Finlandiya nümunəsi üzərindən uşaqların kiçik yaşlardan təhsilin nə qədər önəmli olduğunu və buradakı valideynlərin rolu haqqında məlumatlar əldə etmiş olacaqsınız. İkinci kitabımız isə Paul Toç'un Uşaqların uğurlu ola bilməsinə yardım etmək adlı kitabıdır. Və bu kitabda sizlər uşaqlara sadəcə akademik olaraq deyil, eyni zamanda emosional və zəka inkişaflarına uyğun olaraq da onlara yardım etməniz haqqında qısa-qısa məlumatlar verilir. Üçüncü kitabımız isə Amanda Ripley'in Dünyanın ən zəki uşaqları, bunu necə bacardı adlı bir kitabıdır. Və bu kitab vasitəsilə sizlər Finlandiyadan, Çindən, Singapurdan və digər təhsili ilə ön plana çıxmış uşaqların həyatda necə uğurlu olduğu, akademik olaraq necə uğurlu olduğu haqqında məlumatlar əldə etmiş olacaqsınız. Sonuncu və dördüncü kitabımız olan Paul Toç'un Uşaqlar necə uğur qazanar adlı əsəridir. Bu əsərdə uşaqların akademik inkişafları ilə yanaşı güclü bir xarakterə sahib ola bilməsi üçün valideynlər hansı yolları izləməlidir, o haqda da məlumatlar yerləşdirilib. Əziz valideynlər, sizlərə göstərmiş olduğum bu 4 kitabı oxuyaraq müasir təhsil sistemlərində uğur qazanmış uşaqların valideynləri hansı yolları izləyiblərsə, onları öyrənmiş olacaqsınız. Həmişə dediyimiz kimi öyrənəcək çox şeyimiz var.